Salam əziz izləyicilər, bugünkü avtomobilimiz Opel markalı avtomobildir. Avtomobildə demək boğulma var idi, gec xodlanma var idi. Aşkar olundu ki, qaz ayağı, benzin filtri pis vəziyyətdədir, nasos özü də pis vəziyyətdədir. Nasosu dəyişdik, qaz ayağısını dəyişdik və belə bir mənzərə ilə rastlaşdıq. Nasosu özünü yumuşuq, təmizləmiş, tam ideal bir şəkildə yığmışıq. İlk də bak da ağzına kimi doldu, onlu baktı. Yəni işçimiz Emin avtomobilin bir dənə bakından çıxartdıqlarına baxın. Gör nələr çıxır bakın içindən. Qum. Bildiğin qum çıxır da. Ha, benzin filtridir. Benzin nasosdur. Bunlara vaxtı-vaxtında qulluq elətdirməyən də qardaşlar, bu vəziyyətə düşə bilər. Çox vaxtda bu köhnə maşınlarda belə olur. Görürsünüz də nələr çıxır. İndi inşallah bakdan benzin çıxarılıb, bak təmiz ideal bir şəkildə yuyulub yığılacaq avtomobilin üzərinə. Nasos da təmizləndi, yenisi ilə əvəz olundu. Düzdür, bunun nasosunu çəkmişdik, prosta bakın bu halda olduğunu bilmədik. İndi bunda yeni video kimi çəkirik və görün də bakın içindən nələr çıxır. İzləmədə qalın, zəhmət olmasa takip edin.